Elini koydum düşünüyordu ya. Köyün takmaslarını göster, çoğandı. Tam böyle gel, ben de bunu anlatsam çıkmıyor. İsmailov, Soğanlı Məlimdəki Vasıl müəllim. Allah rəhmət eylesin. Mənim dostum. Bu bizim kendisi. Tanrı. Video elan edeceğiz orada. O Ramza Abdullayev. Sevda. I'm extremely happy and honored that took time to be with us. Siz bunu kazanmışsınız.
Bugün delegatımızın üyelik olduğu Azerbaycan Beynelxalq Dergisi, Azerbaycan Dünyası Beynelxalq Dergisi, Pakistan'ın milli gününə həsr edilmiş Salam Pakistan jurnalının növbəti təqdimatçısı qarşısında keçiriləcək və tədbirimizdə müvafiq proqramımızı gözləyir. İlk öncə mən istəyərdim ki, hər iki ölkənin müqəddəratı uğrunda şəhid olmuş, bütün şəhidlərin adını bir anlıq yad edək. bugün bize dost, kardeş olan ülkenin nümayendeleri başta olmak
sizden bizim bıraktığımız değerli takrimatı olacak olup başkanlık tarafından bilgilerimiz siz hürmetli Sefri Konulu Azerbaycan dünyası beynelmiləl jurnalı bir yerde olan mükafatı var. Bize bilir. O mükafatla biz Bilal Məhəmməd ona təqdim edəcəyik. Bu Dünya Azərbaycanlıların birinci kurultayından başlanan proses Moskva şehrinde bizim tanınmış ziyalarımıza, iş adamlarımıza, ailelerimize biz mükafatı təqdim edildik. Bugün de o devam ediyor, 25 yıl bu layihə devam ediyor. Ben çok xoşbaxtam ki, bir Pakistanlı Səfir Bilal Məhəmməd bu mükafatı fondu idare heyetinin adına təqdim edeceğim. İstəyərdim ki, biz bu dostluq özünüz bilirsiniz ki, əbədidir. Bu vaxtlardan Zeynalabdin Tağıyevlə başlanan bu dostluq. Şimdi inşallah Allah koysa, bizdə bir dəfə bizim qərarımız var ki, biz Pakistana bir rəhbərlik nəsil edəcəyik. Çetin vaxtlar gelir, proses günlerde biz göstermeyi bizim ülkem dostluğumuz. Sağ olun. İcazə verirsiniz, mən bu mükafatı təqdim ediyorum. Mükafatın Bilal Məhəmməd gördüğü misilsiz hizmetlerine göre Bilal Məhəmməd bu ahırcı bir ayı burada Bakı'da olacağı sonra mesleğe bütün tercüme ediyor. Sonra da benim kötü bu tertip eden insan da heyecan geçirdi ve onun yakınlarına da heyecan geçirdi. Bu heyecan keçir, kim tertip edir? Benim keçir burada mikrofonludur, orada danıştılar sefer. Yani bu senet gösterir ki ya kim Azerbaycan'ın içini sevir, bizim kardeşimiz. Alkamer'e programı ve tamam sesini devam ediyoruz. Bir daha sizi tebrik edeyim yolda. İlişki sözü Pakistan Respublikası'nın Azerbaycan'da Türk-Anadolu Sanayi Şehri Bilal Məhəmməd. Buyurun Bilal. Mr. Eldar Ismail, my dear friends, ladies and gentlemen, assalamu alaikum and good afternoon. Hürmetli Eldar Bey, hanımlar ve cenablar, Günortanız Bey, selamun aleyküm. I wish to thank you for your kind presence this afternoon, and I'm greatly humbled by this honor that was bestowed upon me by Mr. Eldar Ismail. It is a great honor
honor not only for me personally, but for my country Pakistan that I represent in the beautiful country of Azerbaijan. Ben size bugün iştirakınız için derinden minnettarlığımı bildirirəm. Eyni zamanda hörmətli Eldar və İsmail oğlu bu mükafatın mənə təqdim olunmasının üçün dərin fəxr hissi ilə qəbul edirəm. Öz ölkəmin və təmsil edildiyim Pakistan'da. I will be, in fact, me and my wife and my family, we will be leaving Baku after spending a beautiful 4 years in this country, where we have made very many good friends. Mən ailəm və xanımım Azərbaycanda keçirdiyimiz möhtəşəm 4 ildən sonra qeyd edə bilərəm ki, çox xoş hisslərlə biz Azərbaycandan ayrılırıq. And amongst the many friends that we made here, some of those are present here, so I want to thank all of you for taking time to be part of this celebration. We are very happy that we were able to meet one more time before our departure. Mən bu 4 il ərzində tanış olduğumuz gözəl insanları da iştirakçılar arasında görürəm və böyük çox xoş imkandır ki, mən getməmişdən əvvəl həmin şəxslərlə görüşməyə They spend most of their career and lifetime in foreign countries. So in our case, it is almost 25 years, quarter of a century that we have been roaming around different parts of the world. və bildiyimiz kimi diplomatların onların fəaliyyəti əsasən xarici ölkələrdə keçir və mən deyə bilərəm ki, 25 ildir ki, mən artıq müxtəlif ölkələrdə fəaliyyət göstərirəm. We have lived in various parts of the world, but I wish to acknowledge with great pleasure that our best time was spent in Azerbaijan. Baxmayaraq ki, mən dünyanın bir çox ölkəsində fəaliyyət göstərmişəm. Mənim üçün və ailəm üçün Azərbaycanın xüsusi yeri var. These last 4 years were not only a great experience and good time for me professionally and also for our family, but I consider myself very fortunate that during that time, very important developments took place in Azerbaijan. İnşaatların daim olur. So in those 4 years, Azerbaijan's, not a single inch of Azerbaijan is under occupation. Və mən fəxrisilə qeyd edə bilərəm ki, bu 4 il nəticəsində fəxrlə deyirəm ki, Azərbaycanın heç bir kvadrat metri artıq işğal altında deyil. The entire country of Azerbaijan, the beautiful Karabakh, all parts of Karabakh are now liberated and the de facto and legitimate part of Azerbaijan. Və gözəl Qarabağda Azərbaycanla birləşdirilərək işğaldan azad olunaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bilir. On behalf of Pakistan, we once again congratulate the beautiful and lovely people of Azerbaijan on this glorious victory and the liberation of their territories. Pakistan hökuməti, Pakistan milləti adına mən Azərbaycan xalqının ərazi bütövlüyünü təmin edildiyinə görə dərindən təbrik edirəm. Ismail, we want to say our message now for our brothers and sisters in Azerbaijan is that as Pakistan stood with Azerbaijan in the times of conflict and war, we will be standing together in the times of peace and development for the two countries, Pakistan and Azerbaijan. Hörmətli Eldar bəy İsmailov, mən qeyd etmək istəyirəm ki, biz müharibə və çətinlik şəraitində bir yerdə olduğumuz kimi, bundan sonra da artıq sülh və tərəqqi şəraitində də bir yerdə olacağıq. So this journey of friendship and brotherhood will continue forever and for eternity, and we will be making progress and we will be becoming stronger and stronger with every month and every year ahead. Və
gəlməsində xüsusi göstərdiyi töhfələrinə görə cənab Səfir Bilal Xay tərəfindən tərtib olunurlar. Zarema Dadaşova, Nərman qızı. Zarema xanım, cənab Altay Babaşov, Əhməd oğlu. Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə sadece ülke haricinde olduğuna göre onun əvəzinə Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı Xanım Firuzə. Rüfət Həsənov Fikrət oğlu. Salam, hörmətli qonaqlar, tədbir iştirakçıları, cənab səfir, mən sizin təbrik edirəm Rəfət, bu mümkün əməkdarlıq münasibətilə və eyni zamanda bizə göstərdiyiniz diqqətə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Thank you. And it was our gratitude for your attention. Yelena Kurinina Igorevna. Nergis Əsədova Namik kızı. İskenderova Sevda asker kızı. Şahin Huluyev Şahpelen oğlu. Böyle güzel, samimi ve mehriban tədbirdə adam ötürək sözlərini demək istəyir. İlk növbədə mən minnətdarlıq bildirirəm Pedagogik Fonduna, Azərbaycan Dünyası Jurnalının müəllifliyindən və belə gözəl təşkilata görə. Və istərdim bizi Allah əlləri, cənab Bilal Xayya öz sözlərimi Ladies and gentlemen, it's a great honor to be today as we celebrate a significant milestone in the diplomatic relation between Pakistan and Azerbaijan. Our esteemed Pakistan ambassador to Azerbaijan, Mr. Khay, is being awarded the prestigious awarded medal, a testament to the enduring friendship and strategic partnership between our two nations. The Leather Gorget Medal is not merely an award. It symbolizes the deep-rooted cultural and historical ties that bind our countries. This honor reflects the relentless efforts of Ambassador Haya
in fostering mutual understanding, cooperation, and goodwill between Pakistan and Azerbaijan. One of the most significant aspects of our bilateral relations is the robust military cooperation. Pakistan has consistently stood by Azerbaijan, providing crucial military support that has played a pivotal role in ensuring regional stability and security. Our military collaboration is not about defense, it's about fostering peace, changing security capabilities, and contributing to the stability of our region. This power is a recognition of the unwavering support and friendship that Pakistan has extended to Azerbaijan, particularly during times of need. It underscores our commitment to continue working